Salam, hər vaxtınız xeyir olsun. Monitorinqdən mini sınağımızın izahına baxırıq. Bu sınaqları ödənişli şəkildə sizlər üçün paylaşırıq. Əgər bu sınaqlardan və yaxud da ümumi sınaqlardan həm Azərbaycan dilində, həm riyaziyyat üzrə 4-cü sinif istəyirsinizsə, 077 752 28 93 WhatsApp nömrəsinə yazaraq siz də bizim ödənişsiz dərslərimizə qoşula bilərsiniz. 425 vurulsun 123 hasilinin qiyməti neçədir? 425 vurulsun 123. 3'ü 5'e vuracaq 15, bir yadda, 3'ü 2'ye vuracaq 6, o da bir yadda 7, 3'ü 4'e 12. Üstə gəl, 2'ni 5'e vuracaq 10, 0 yazdı bir yadda, 2'ni 2'ye 4, bir yadda 5 elədi, 2'ni 4'e 8. Biri 5'e 5, biri 2'ye 2, biri 4'e 4. Toplayırıq 5, 7, 12, 2 yazdı bir yadda, 11, 2 yazdı bir yadda, 52.275. A variantı bizim doğru cavabımızdır. 12-ci sual. 96 bölünsün 16 bölmə əməlində qismət neçədir? 96-nı 16-ya böləcəyik. Məsələn, burada yoxlamaq lazımdır. 6 dəfə mi yerləşir, 7 dəfə mi, 8 dəfə mi? 6 dəfə yerləşsə 36, 6 yazdıq 3 yadda, 6-nı 1-ə vuranda 6, o da 3 yadda 9. Həqiqətən də 96-nı 16-ya böləndə natamam qismət 6-ya bərabərdir. Əgər qalıq qalsaydı, o zaman natamam qisməti və qalığı tapa bilərdik. Bölmə əməlində nəticəsini tapın. 8190 ədədini böləcəyik nəyə? 26-ya. 81-in içərisində 26 neçə dəfədir? 3 dəfə. Çıxılsın 18 bir yadda. Deməli 6, o da bir yadda 78. 11-dən 8 çıxdım. Neçə elədi? 3 elədi. 9-u endirdim. 39-un içərisində bir dəfə çıxılsın 26. 13, 130-un içərisində 5 dəfə. Elədi, çıx 130 və qalıq qalmır 315 bizim cavabımızdır. Baxırıq 14-cü sualımıza. Hansı hasil 150 mindən böyükdür? Biz burada hesablama eləsək, məsələn, baxın, ilk 2 ədədləri vurmaqdan yoxlaya bilərik. 30-u 40-a vuranda 1200 eləyir, 150 minə çatmır. 45-i 31-ə vuranda yoxlaya bilərsiniz özünüz də bunu vurma üsulundan. 13 mindən, yəni 130-la başlayacaq, 139 mindən başlayacaq. 29-u 50-yə vuraraq da yoxlaya bilərsiniz. Yəni məcbur deyil ki, bütün ədədləri bütöv vurasınız. İlk 2 ədədə vurmaqla da daha sürətli yoxlama eləyə bilərsiniz. Məsələn, 29-u 50-yə vuranda 145 ilə başlayan bir ədəd eləyir. Amma 38 və 41-i bir-birinə vursanız siz, yəni daha 155 ilə başlayan bir cavab alacaqsınız. Bu isə 150 ilə başlayan bir cavabdır. Təbii ki, bu üsulda siz 3 rəqəmləri bir-birinə vuraraq da hesablaya bilərsiniz. Mən sizə biraz daha qısa yol başa salmaq istədim ki, elə ilk 2 ədədi vurmaqla da biz bu sualın cavabını tapa bilirik ki, D variantı bizim doğru cavabımızdır. 15. Bölünən 144. Baxın, bölünən 144. Qismət 12 olarsa bölən neçədir? Böləni bilmirəm, x yazdım, qismət 12-dir. Buradan da x bərabərdir. Böləni tapmaq üçün bölünəni qismətə bölürük. Bu da elə də 12. Cavabımız oldu 12. Hansı variantda? Baxaq burada variantımıza. Deməli, 12 variantı C variantıdır. Baxa bilərsiniz, C variantı. 16 əməliyyatında qallıq neçədir? Gəlin baxaq. 12432 bölünsün neçə? 24. 12-nin içərisində 24 yerləşmir. Buna görə 124-ün içərisində 24, 5 dəfə çıxılsın 120, qalıq 4. 3-ə indirdim. 43-ün içərisində bir dəfə yerləşir. Çıx 24. 13-dən 4 çıxanda 9, 19 edir. Və 192-nin içərisində 24, 192-nin içərisində 24, 8 dəfə yerləşir. Yazdıq 8 və 192 çıxılır. Qalıq 0 qalır. Yəni bu misalda qalıq qalmır. Qalıq qalmırsa nə yazırıq? Qalıq 0-dır. 17. 3 rəqəmli ən kiçik tək ədəd. 3 rəqəmli ən kiçik tək ədəd 101-dir. Normalda ən kiçik ədəd 3 rəqəmli 100-dür. Tək dediyinə görə 101 yazırıq. 15-ə vurduqda hasil neçə edir? 101-i 15-ə vuracaqsınız. 101-i 15-ə vuranda 1515. Vurma qaydasını göstərək. 101 vurulsun 15. 5-i 1-ə 5, 5-i 0-a 0, 5-i 1-ə 5, 1-i 1-ə 1, 1-i 0-a 0, 1-i 1-ə 1. Topladım 5, 1, 5, 1. 1515. Cavab oldu B variantı. Hesablayın. 240-ı 102-yə vuracağıq və alınan cavabdan bu bölmə əməliyyatından çıxmış olacaq. 240-ı 102-yə vurduqda 24480 edəcək. Bunun alt-alta vurma hissəsindən yoxlaya bilərsiniz. Bundan əvvəlki suallarda o formada izah verdik. Yəni alt-alta vuranda bilirsiniz də, baxın 240 vurulsun 102. 2-ni 0-a vurduq 0, 2-ni 4-ə 8, 2-ni 2-yə 4.
0'ı 0'a 0, 0'ı 4'e 0, 0'ı 2'ye 0. 1'i 0'a 0, 1'i 4'e 4, 1'i 2'ye 2. Toplayanda 0, 8, 4, 4 və 2. 24.480. Və həqiqətən də 24.480 almışdıq. Buradan da çıxacağıq. 44.896 böl 12. Neçə eləyir? 408 edir. Daha bunu birbaşa yazdım. İndi 24.480-dən çıxıram. Nəyi? 408-i. Elədi? 24.072. 19-cu sual. Bir ambardakı 12.600 kg unu hər biri 45 kg tutan kisələrə doldurdular. Bütün unu doldurması neçə kisə lazım oldu? Burada biz 12.600-ü böləcəyik nəyə? 45'e. Videonu burada saxlayın. Zəhmət olmasa bu sualın cavabını rəy bölməsinə qeyd edin. Sonra təzədən gəlin videoya baxın. 12.600-ü 45'e böləndə 280 etməlidir. Həqiqətən də 280 bizim cavabımızdır. 20-ci sual. Sürəti saatda 85 olan avtomobil 12 saat yol getdi. Eyni məsafənin sürəti 60 olan maşın neçə saata gedər? 85 sürətdir, 12 zamandır. Bilirsiniz ki, gedilən yolu tapmaq üçün sürəti zamana vurmalıyıq. Elədi 1020. 1020 bizim gedilən yolumuzdur. Bu gedilən yolu sürəti 60 olan maşın neçə saata gedər? 1020-ni böləcəm 60-a. Bərabərdir 1020 bölünsün 60. Elə də 17 saat. Deməli 17 saata qət etmiş olar. Videomuzu bəyənin, paylaşın və videonun rəy bölməsinə növbəti sınavda iştirak etmək istəyirsinizsə üstəgəl qoya bilərsiniz. Həmçinin bizim ödənişsiz sınavlardan, suallardan yararlanmaq üçün 077 752 28 93 WhatsApp nömrəsini yaza bilərsiniz.